Böyük sıçrayış olacaqdır. Böyük irəliləyiş olacaqdır. Mən buna əminəm. Mən bunu açıqca görürəm. Bizim o qarşımızda olan üfüqü mən görürəm. Mən bir həftə bundan əvvəl Hacıqabul rayonunda yerləşən Aqroparkın fəaliyyəti ilə tanış olmuşdum. Gələcəkdə çox böyük müsbət nəticələr olacaq. Çıxış üçün sözüm Hacıqabul rayon icra hakimiyyətinin başçısı çox dəyərli Sevindik Həton bəy vermək istərdim. Sevindik bəy buyurun. İlk növbədə hər birinizi salamlayıram, xoş görüşmüşük. Hər bir zaman bayramlarda görüşək. İcazə verin, bizim qonaqlarımız var, millət vəkilləri və çox yaxın dostlarımız bu tədbirdə iştirak edir. İcazə verin, bütün Hacıqabullar və sizlərin adından onlara xoş gəldin deyək və bu Hacıqabul torbanında onları salamlayaq. Hacıqabul yalnız coğrafi nöqteyi nəzərdən deyil, həm də iqtisadi nöqteyi nəzərdən, sosial nöqteyi nəzərdən də Azərbaycanın coğrafiyasında, ictimai-siyasi həyatında mərkəzlərdən birinə çevrilir və məhz Hacıqabulda Quşçuluq Festivalının keçirilməsinin də əlbəttə ki, tarixi əsası var. Bugün tək Hacıqabullar deyil, bütün Azərbaycan sevinir, bütün Türk dünyası sevinir və ən çox sevinən bizim hörmətli prezidentimizin qüdrəti ilə, böyük siyasəti ilə şəhidlərimizin qanı bahasına, ordumuzun gücü bahasına azad olunan o torpaqlarımızdır. O torpaqlara köçən insanlardır ki, onlar uzun illər o torpaq həsrəti ilə yaşadılar və bizim oğullarımızın cəsarəti nəticəsində həmin torpaqlar bugün azaddır. Ümumiyyətlə Azərbaycanın çeşidli rayonlarında onlara məxsus, xas olan məhsullarla, adət-ənənələrlə bağlı, mədəniyyətlə bağlı festivallar keçirilir. İndi Hacıqabul rayonunda da Quşçuluq Festivalının keçirilməsi turizmin cəlbi baxımından, bu rayona xüsusi olaraq məxsus bir məhsulun təbliği baxımından önəmlidir və buna görə hamınızı təbrik edirəm. Mən düşünürəm ki, bu festival bizə əsas 3 şey verəcək. Əsas şeylərdən biri innovasiya və yeni texnologiyaların tətbiqinlə bağlı, sahibkarların, fermerlərin bir-biri ilə əməkdaşlığı və bir də yerli istehsalın təşviqi. Hər üç şeydə sizə uğurlar arzulayıram və Novruz bayramı günlərində bu festivalın olmağı o deməkdir ki, Novruz bayramında torpağın oyanması, kənd həyatının daha oyanması yerli quşçuluq sənayesinə də daha çox bir önəm verəcək. Öncelikle her birinizi bugün xalqımızın qeyd etdiyi İlaxır Çərşənbə münasibəti ilə, qarşıdan gələn milli bayramımız Novruz münasibəti ilə, eləcə də müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir. Hər birinizə sağlıqlı, bol ruzi bələkətli ömür arzu edirik.